Vaxt təhsilindir və sabahınız xeyirli olsun. Əziz dinləyicilərimiz, Sağlam Radiodayıq və sizinlə aparıcınız Samirədir və təhsil sahəsində çalışan qonaqlarla, ekspertlərlə sizi tanış etməkdə davam edirik. Bugün də 2 qonağımız var. Bugün həm IT üzrə danışacağıq və bu sahəni ümumiyyətlə seçən insanlara daha çox məlumatlar ötürəcəyik və əlbəttə ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri buradadırsa, deməli ki, biz bank sektoruna bağlı, mühasibatla bağlı bəzi fikirləri də burada səsləndirəcək. Gəlin sizin qonaqlarımızla tanış edin bəri başdan. Qeyd etdiyim kimi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay xanım Şahbazova sağlam təhsildə bugün çıxış edir. Sabahınız xeyir olsun. Sabahınız xeyir, təşəkkür edirəm. Və bugün Alas Akademiyanın direktoru, eyni zamanda süni intellekt mütəxəssisi Natiq Məmişov studiyamızda da sizi də salamlayırıq Natiq bəy. Hər vaxtınız xeyir, xoş gördük hər kəs. Və biz qonaqlarımıza həmişəki kimi ənənəvi suallarla müraciət eləyirik. Proqramımızın adı Sağlam Təhsildə. Siz necə fikirləşirsiniz? Sağlam təhsil nədir? Günay xanıma görə məsələn sağlam təhsil nədir və Natiq bəyə görə sağlam təhsil nədir? Sualınız üçün təşəkkür edirəm. Sağlam təhsil mənim üçün inkişaf etməkdir, motivasiyadır. Əgər insan inkişaf edirsə, öz üzərində işləyirsə və sonda artıq sağlam təhsilə nail olur. Aha, Natiq bəy, siz necə düşünürsünüz? Mən biraz fərqli deyərdim. Ümumiyyətlə indiki halda belə deyək də, əslində məktəbə, kursa, universitetə ehtiyac varmı? Bu bir sualdır. Material var. İstənilən halda o əl çatandır. Onda sağlam təhsil nədir? Dinləyici ilə, yəni tələbə ilə danışan, yəni təlimçinin, müəllimin frekanslar üstə düşməlidir. Yəni mən danışıram, məlumat ötürürəm. Fikrim orada olmalıdır. Yəni stabil danışmalıyam. Bir də dinləyici, yəni tələbə də eyni formada dinləməlidir. Mənim fikrim hansısa problemi həll edirsə, hardasa, tələbənin də fikri hansısa bir sevgilisinin yanındadısa, oradan bir nəticə gözləmək mümkün deyil. Ona görə də o frekanslar üstə düşməlidir. Onda əgər üstə düşürsə, buna sağlam təhsil demək olar. Aha. Günay xanım və Natiq bəy, ilk girişdə əlbəttə ki, sizi tanımaq istəyərdik. Dinləyicilərimiz də mənlə qərq eyni fikirdədir. Baxın, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası neçə ildir artıq fəaliyyət göstərirsiniz və ümumiyyətlə nədən qaynaqlandı bu assosiasiyanı yaratmaq? Nə kimi məqsədləri var? Kimlər məsəl üçün müraciət eləyir sizə? Əsas bu qurumla kimlər əməkdaşlıq edir? Təbii ki, suallar olacaq, amma istəyirəm ilk girişdə Günay xanım siz özünüzü tanıdın, sonra artıq Natiq bəy yaxından tanıdacaq özünü. Təşəkkür edirəm. Siz artıq qeyd etdiyiniz kimi mən Günay Şahbazova, Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədriyəm. Və qısaca olaraq ARPA deyə bilərik. ARPA 2009-cu ildən fəaliyyət göstərir və Azərbaycanda ilk olaraq Risk Peşəkarları Assosiasiyası kimi təsis olunmuşdu. Qeyd etmək istərdim ki, o zamanlar Azərbaycanda risk anlayışı çox az idi və çox inkişaf da etməmişdi bu sahə və biz həmin bu assosiasiyanı təsis edəndə bu istiqamətdə daha çox işlər və risk istiqamətinin inkişaf etməyini yönlənmişdik. Lakin 2014-cü ildən ARPA-nın Dünya Bankının birgə layihəsi olur və bu layihə çərçivəsində korporativ və dayanıqlı inkişaf layihəsi olur. Bu layihə çərçivəsində biz mühasibləri öz ətrafımıza yığmağa başlayırıq və ondan sonra biz qərar veririk ki, artıq istiqamətimizə daha bir fəaliyyət istiqaməti artıraq. Bəli, bu mühasiblər və artıq adlar dəyişilir və Mühasiblər və Risk Peşəkarları Assosiasiyası olaraq inkişaf etməyə davam edirik. Mühasib peşəsi ümumiyyətlə həmişə olub. Düzdürmü? Yəqin ki, başqa fərqli bir mütəxəssisləri, mühasibləri cəlb etmək idi məqsəd. Çünki onsuz da mühasiblər var idi və demək olar ki, eyni proqram əsasında işləyirdilər. Düzdürmü? Əlbəttə ki. Sırf olaraq fərqli yəqin ki, yanaşma burada istəyirdiniz. Yəni, biraz daha müasir, belə deyərdim bəlkə də. Bəli, mən sizinlə tamamilə razıyam. Mühasib peşəsi elədir ki, hər zaman olub, var və olacaq. Lakin onları daha da inkişaf elətdirmək üçün və yenilikləri onlara çatdırmaq üçün biz bu istiqamətdə fəaliyyət göstərirdik. Onlardan biri də qeyd etmək istərdim ki, 2014-cü ildən sonra ARPA mühasiblərin peşəkar sertifikasiyasını, bu beynəlxalq bir sertifikasiya keçirməyə başlayır və
artıq bütün mühasiblər həmən sertifikatı əldə etməyə çalışırlar və bu istiqamətdə də bizim çox böyük işlərimiz olur. Daha sonra isə mən bir məsələni də mühasibat maliyyə istiqamətinə qeyd etmək istərdim ki, ARPA 2019-cu ildə Azərbaycanda Maliyyə Nazirliyi tərəfindən akkreditasiyadan keçmiş peşəkar mühasib təşkilatıdır. Və artıq peşəkarlar bəli, yetişib və onları bir quruma belə də cəlb eləmisiniz. Bəli, həmin bu nə üçün peşəkar mühasib təşkilatı deyilir həmçini? Çünki Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda mühasiblər mütləq şəkildə peşəkar mühasib sertifikatını əldə etməlidirlər. Bunu əldə etmək üçün onlar Dövlət İmtahan Mərkəzinə müraciət edirlər, imtahan verirlər, sertifikatı əldə etdikdən sonra mütləq şəkildə peşəkar təşkilata üzv olmalıdırlar. Və bu nə deməkdir? Bu ARPA-nın ətrafında peşəkar mühasiblərin artması deməkdir, inkişafı deməkdir. Necə ki ARPA bu istiqamətdə inkişaf edirsə və artırsa, həmçinin də mühasiblərlə mütəmadi olaraq biz əməkdaşlıq edərik, onların peşəkarlığından faydalanırıq. Natiq bəy, sizdə necədir vəziyyət? Alas Akademiyanın direktorusu, bunu anladıq. Neçə ildə artıq fəaliyyət göstərirsiniz və mən elə gəlir ki, mühasiblikdən əlavə süni intellekt üzrə həm də mütəxəssis olduğunuza görə, yəni bu artıq müasir bir peşədir. Əslində çox uzaq görənsiz yəqin ki, çünki indi demək olar ki, hər kəs süni intellektin belə deyək köməyindən yararlanır. Nə gözəl də həqiqətən işimizi çox rahatlaşdırıb. Biraz başlayaq sizinlə bağlı məlumat almağa. Alas Akademiya neçə ildir fəaliyyət göstərir? Başda tanış olduq. Adım Natiqdir. Alas Akademiyanın direktoruyam. Alas Akademiya 5 ildən artıq fəaliyyət göstərdi. Mən orada direktor kimi 1 ildən artıq da çalışıram. Bizdə daha çox ilk olaraq başlanğıcda data əsaslı idi. Süni intellekt, data science, data analitika təlimləri, amma ümumi IT ilə bağlı bütün təlimləri təşkil edirik. Bu front-end ola bilər, QA manual ola bilər, QA automation ola bilər və yekunda əsasən hamısı gəlir süni intellektlə bağlanır. Yəni Bəli. çünki bu gün nə öyrənirsinizsə öyrənin, onu AI powered deyirlər də, süni intellektlə gücləndirilmiş bu formada olmalıdır. Yəni çünki məsələn siz normalda biraz keçmişə döndüyünüzdə kredit götürmək istəyirdinizsə banka müraciət edirdiniz və en qədər sənəd yığmalıydınız. Bu proses 3-4 gündə çəkirdi. Amma indi elə bir şey yoxdur. Vəsiqənizi götürürsüz, yaxınlaşırsınız, heç vəsiqəyə ehtiyac yoxdur. Artıq onlayn müraciət də var. Bəli. Və 5-10 dəqiqənin içində bir model, yəni süni intellekt modeli orada qərar verir ki, X bir vətəndaşa kredit düşür yoxsa yox. Yəni ona görə də bu gün məsələn dizayner olsun. Mən özüm dizayner hazırlaya bilirəm, amma sıfır təcrübəm var. Prompt engineering deyirik də buna. Normalda oturan promptları GPT-yə yazıram, bu şeyləri istəyirəm, o mənə çıxardır. Düzdür, onu biz o dəqiqə istifadə eləmirik. Amma ən azından mən bir rəhbər olaraq dizayneri ötürə bilirəm ki, mən necə bir şey istəyirəm əslində. Bəli. O da ona uyğun hazırlaya bilər. Yəni əslində bu gün nə məşğul olursa oluraq, mütləq onun bir tərəfində süni intellekt olmalıdır. Kimi yetişdirirsiniz? Gəlin bir daha sadalayaq. Ümumiyyətlə belə deyək də, IT ilə bağlı bütün sahələr bizdə mövcuddur, amma buna nə demək olar? Süni intellekt mütəxəssisi, data analitik, data scientist, QA manual, yəni QA engineer, bu QA manual ola bilər, QA automation ola bilər, developerlar ola bilər, front-end developer, back-end developer, yəni IT ilə bağlı bütün belə deyək insanları yetişdirə bilirik. Tamam. 5 ildir dediniz, Bəli, fəaliyyət göstərirsiniz. Qeydiyyat ümumiyyətlə necə olur sizə? Qəbul üçün müraciətlər, məsələn, ildə neçə dəfə keçirirsiniz? Kimlər sizə daha çox belə deyək, müraciət üçün cana tələbə olub, yoxsa tələbə olub, bitirib və ikinci təhsil kimi məsələn daha bir başqa bir peşəyə nail olmaq istəyənlər? Necə, kimlər? Məsələn, yaş etibarı ilə tanıyırsınızmı? Müəyyən bir şərtləriniz varmı? Ümumiyyətlə iki şeyə ayıraq. Birinci müraciət edənlərdən danışaq. Burada iki tip insan olur. Bir tələbədir. Ola bilsin məsələn insan məktəbi bitirəndə bu çox başımıza gəlir. Uyğun olmayan ixtisaslara yönələ bilirik və bu tez aşağıda tələbə vaxtı sən ixtisasını dəyişə bilirsən. Müasir ixtisaslardan birini seçə bilərsən və ya ümumiyyətlə ixtisasını dəyişmək istəyirsən. Bu bir tələbələrdir. Bir də ola bilsin məsələn 25-30 yaşlarına çatıbdır, sahəsini dəyişdirmək istəyir. Bu daha çox olur. Hansı ki çünki artıq qazancı da var. Yəni bir əmək haqqı alır 9-6 işləyərək və axşam gəlib dərsdə iştirak edə bilir. Yəni iki tip kütlədən söhbət gedir burada. Digər tərəfdən qeydiyyat hissəsinə gələndə ümumiyyətlə belə deyək də, mən daim şeyin əleyhinə olmuşam. Yəni getdim qeydiyyatdan keçsin dərsə başlaydım. Belə olmamalıdır. Orada bir imtahan olmalıdır. Necə? Çünki ola bilsin məsələn mən musiqi öyrənmək istəyirəm. Bu pulum da var, öyrənim. Bu etik bir yanaşma deyil. Gələn adam imtahandan keçirilməlidir. Həqiqətən bu bilik olaraq ora hazırdırmı? Çünki ən azından siz IT-nin istənilən bir sahəsinə məşğul olursunuzsa, burada söhbət dərin bir riyaziyyatdan getməsə belə, məktəb riyaziyyatı, adi kəsr, onluq kəsrin olduğunu ən azından bilməlisən. Yəni bir
tənlik necə qurulur, Bir növ test edirsiniz həmin bəli, insanları. bu testdən keçirilir. Hovuz problemi necə həll edilir? Yəni ən azından bu varmı? Ha, bu yoxdursa, ola bilsin bu düzəldilə bilər. Buna baxılır. Ha, bu ola da bilməzsə, məsələn, atıram, ola bilsin hansısa bir imtahana girək və çıxsın ki, nəticə mənim musiqi duyumum yoxdur. Onda buna pul töhmənin də mənası yoxdur. Bu biz tərəfdən uğursuz nəticədir. Əslində onların özü üçün, onların xeyrinə Bəli, danışırsınız. ikincisi də budur. Adam boşuna belə kobud desə pul töhmüş olur. Yəni bunun qarşısı alınmalıdır. İlkin imtahan bunun qarşısını həmişə alır. Ona görə gəlir imtahandan keçir, nəticə uğurludursa, hətta ona təqaüd üçün bir endirim də verilir. Məsələn, çox yüksək nəticə göstərilirsə, bu artıq uğurlu bir nəticədir də. Orada o adama endirim də verilir. Aha, aydındır. Və bu əldə olunan sertifikatların nə kimi onlara gələcəkdə faydaları olur? Hər halda bu da yəqin ki, iş imkanları baxımından bir avantajdır. Qayıdacağıq söhbətimizə, amma necə əlaqə saxlamaq olar? Natiq bəy, sizlə deyə bilərsiniz. Proqram müddətində bir neçə dəfə təkrar eləyə bilərsiniz. Əlaqə nömrənizə zəhmət olmasa istəyərdim. Ümumiyyətlə şəxsi əlaqə nömrəm Yəni sizinlə dinləyicilərimiz necə əlaqə saxlasın? 383 2244 051 383 2244 şəxsi həm də iş nömrəmdir. Yəni istənilən suala cavab verirəm. Aha. Amma yox, kursla bağlı məlumat almaq istəyənlərsə Alas Akademiyanın elə öz saytı da var, Instagram səhifəsində, Facebook səhifəsində və s. Orada mesaj olaraq da yaza bilərlər və yaxud da elə birbaşa orada əlaqə nömrəsi də var, iş nömrəsi hansı ki yazılıb, gəlib detallı məlumat ala bilirsiniz. Oradan da məlumat ala bilərlər. Yəni IT sahəsində təhsil almaq istəyənlər üçün bu əlaqə nömrəsi səsləndi və Günay xanım, sizlə necə əlaqə saxlayaq? Mühasibliklə bağlı ümumiyyətlə deyirsiniz ki, məsələn indi hal-hazırda bizə mühasiblər qulaq asa bilər, amma indi müəyyən bir səbəblərdən dondurublar iş fəaliyyətlərini, nə bilim ailə ilə bağlı və yaxud da ki, digər xanımlar olsun, bəylər olsun, fərq etmir. Onları yenidən işə cəlb etmək üçün sizlə necə məsələn əlaqə saxlasınlar? Bizim saytımız mövcuddur. www.arpa.org.az. Orada əlaqə bir neçə əlaqə nömrəsi var və həmçinin də sosial şəbəkələrdə Facebook, Instagram və LinkedIn. Nəyə görə sırf nömrəni qeyd eləmirəm? Çünki hər istiqamətin bir nömrəsi var. Ona görə Arpanın 3 istiqaməti olduğundan və 3 istiqamətdə də fərqli nömrələrdir. Ona görə saytdan və həmçinin də sosial şəbəkədən müraciət edərək, məlumat verərək hər bir məlumatı əldə edə biləcəklər. Yaşından asılı olmayaraq. Bəli, yaşından asılı olmayaraq. Aydındır. Hansı məsələn qurumlarla fəaliyyət göstərir? Düşünək ki, indi dinləyicilərimiz müraciət eləyə bilərlər ki, məsələn, qulaq asır dinləyir ki, mən mühasib işləmişəm zamanında. Sadəcə indi yaş imkan vermir, şirkətlərin bəziləri qəbul etmir. Amma məsələn sizə birbaşa olaraq müraciət mümkündürmü? Əgər yox, mümkün deyilsə, bu hansı yollarla məsələn sizə müraciətlər alınar? Təşəkkür edirəm sualınız üçün. Arpa dövlət qurumları ilə əlbəttə ki, əməkdaşlıq edir. Onlardan biri də Dövlət Məşğulluq Agentliyidir. Və əgər siz qeyd etdiyiniz suala əsasən cavablandıracağam, mühasibi olub, iqtisadiyyat yönümlü bitirib və ya analıq məzuniyyətinə çıxıb bir neçə il işləməyib və ona həmin xanım və ya həmin şəxs Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir bir işsiz kimi. Qeydiyyatdan keçməlidir. Və həmin o qeydiyyatdan keçəndən sonra agentliyin nümayəndələri bizə müraciət edərək həmin şəxsləri bizə təlimlərə yönləndirirlər. Və həmin şəxslər maliyyə mühasibatlıq istiqamətində sıfırdan maliyyəni öyrənirlər. Daha sonra isə Arpa olaraq biz onları işlə təmin edirik. Bu cür biz belə deyək, onlara birbaşa yox, birinci dövlət məşğulluq idarəsinə müraciət etməlidirlər. Daha sonra onlar istiqamət verəcəklər. Bəli. Sizə və yaxud digər şirkətlərə. Bəli. Anladım. Fəaliyyət istiqamətləriniz barəsində istəyirəm biraz məlumat. Arpanın deməli 3 fəaliyyət istiqaməti var. Qeyd etdiyimiz kimi maliyyə mühasibatlıq, risk menecment və sığorta istiqamətidir. Maliyyə istiqamətində öncə qeyd etdim fəaliyyətimizi və gördüyümüz işləri və təlimlərdir, seminardır bu istiqamətdə, hər üç istiqamətdə. Risk menecment dedikdə əlbəttə ki, beynəlxalq EFRM sertifikasiya təlimlərini keçiririk və həmçinin də yerli bazarda risk peşəkarı ol dedikdə bu təlim adlanır bu cür və istər bank işçisi, istər sığorta işçisi, çünki hər bir qurumda risk şöbəsi vardır, departamenti vardır və əgər həmin qurum, misal, öz risk əməkdaşını inkişaf elətdirmək istəyirsə, əlbəttə ki, yeganə kurs bu istiqamətdə, peşəkar kurs bu Arpadır. Çünki illərlə bu istiqamətdə fəaliyyət göstərir. Və həmçində qeyd etdiyim EFRM, Financial Risk Management
Bu beynəlxalq sertifikasiyadır və bu sertifikatı alan şəxslər qısaca deyərək qapıları hər yerə açıqdır. Bəli, avantajları çoxdur. Bəli. Və həmçinin də sığorta dediyim. Sığorta istiqamətimizdə qeyd etmək istərdim ki, Azərbaycanda yeganə sığorta sertifikasiyadır ki, ARPA-da keçirilir. Bu peşəkar sığortaçı sertifikasiyadır. Lakin bu sertifikasiya İngiltərənin CII sertifikatı var, beynəlxalq sertifikatlar. ARPA olaraq biz CII-dən lisenziya almışıq. Akkreditasiyadan keçmişik, bir exam center kimi, imtahan mərkəzi kimi və həmin sertifikasiyanı sığorta bazarına təqdim eləmişik. Və bunu sadəcə sığorta əməkdaşları yox və həmçinin sığorta istiqamətində təhsil alan tələbələr üçün də keçərlidir. Aha. Tələbələrdən danışmışkən Natiq bəy, sizlə davam edək söhbətimizə. IT sahəsindən bağlı təbii ki, suallarım olacaq. Təhsil almaq istəyən bir şəxs nədən başlamalıdır? Tutaq ki, deyək ki, sıfır belə deyək də təcrübəsi var və yaxud ümumiyyətlə bu sahəyə heç bir anlayışı yoxdur. Başlamaq mümkündür ümumiyyətlə sıfır təcrübə ilə? Bunu bir öyrənək sizdən. Ümumiyyətlə belə deyək də, məsələn, mənim özüm də universitet qəbuluna sıfır təcrübə ilə başlamışam. Yəni bu sıfırdan başlamaq problem deyil. Əsas məsələ orada bir vaxtın olmasıdır. Yəni məsələn, siz söhbət dərsə gəldim, dinlədim, yox da evə gəlib onunla məşğul olmalısınız. Yəni dil öyrənmək kimi bir şeydir, o alışqanlıq yaranmalıdır insanda. Məsələn, tələbə gəldi, mən danışdım, dinlədi, dərsdə elədik, işlədik, hər şey əla, amma evdə özü praktik eləməlidir bunu. Bu vaxt varsa problem yoxdur. Siz özünüz necə başladınız məsələn? Mən Qafqaza qəbul olmuşam 2015-ci ildə. Ora qəbulunda məsələn mən notebookla tanış da deyildim. Hətta telefonla da çox belə bir tanışlıq yox idi. Məsələn, Gmail nədir, WhatsApp nədir, bunları da bilmirdim. Amma oradan gəlib mütəxəssis olmaq olur. Sadəcə necə, yəni dərsi dinləyib tətbiq etmək lazımdır. Yəni evdə ona vaxt ayırmaq lazımdır. Siz bir bilən olaraq məsələn 1 saat vaxt ayırırsınızsa, mən sıfır bilən olaraq 3 saat vaxt ayırmalıyam. Bu dil öyrənmək üçün bir şeydir. Əslində sadəcə orada alışqanlıq yaranmalıdır. Yəni sıfırdan başlayırsınız. Onsuz da istənilən dərs, yəni tələbə kursa gəlirsə, zaten nə üçün gəlir? Sıfırdan öyrənmək üçün. Çox nadirən advanced kurslar olur da. Advanced kurs niyə çox getmir? Çünki məsələn mən bir yerə qədər bilirəmsə, qalanını evdə özüm də öyrənə bilərəm. Ən çox belə də öyrəndiyiniz mənbələr məsələn hara idi? Təcrübə ilə bunu sınaqdan keçirirdinizmi? Məsələn, biri var təhsil alırsan, bir də təbii ki, onu sınaqdan keçirmək lazımdır. Alınır məndə yoxsa yox. Ən çox belə deyək də sizə motivasiya verən nə oldu? Hansı mənbələrə daha çox müraciət etdiniz? Ümumiyyətlə bir neçə mənbə ola bilər. Artıq kitab demək olar sıradan çıxır. Çünki var idi ümumiyyətlə kitablar olar. Bəli, bizdə və Qafqazın böyük bir kitabxanası var idi. Hələ də Bakı mühəndisliyi o fəaliyyətini davam etdirir. Orada kifayət qədər kitab var idi. Məsələn, mən özüm kitabdan öyrənməyə çox üstünlük verirəm. İndi də məsələn kitablar alıram, amma indiki situasiyada götürsək, kitabdan öyrənmə çox da aktual deyil. Niyə? Çünki orada məsələn en qədər səhifə var və bəzən də ondan çox sənə lazım olmaya bilər. Amma indi məsələlərdə məsələn YouTube var. Pulsuz platformadır. Coursera var, orada təqaüdlər var, pulsuz götürə bilirsiniz. Hansı ki, Coursera'dakı video listlərdə onlar şey deyil, yəni istənilən X bir şəxs gəlib orada video çəkə bilmir. Universitet qeydiyyatınız olmalıdır. Michigan Universiteti var, London Imperial College var, Türkiyədə çox bağlı universitetlər var. Hansı ki, zaten oranı gedib oxusanız bir neçə yüz min dollar pul lazımdır və ya təqaüd lazımdır. Amma onlar o videoları çəkir, yerləşdirir və siz pulsuz olaraq baxa bilirsiniz, imtahan verirsiniz və sertifikat ala bilirsiniz. Udemy var, məsələn 5-10 dollarlıq bir ödənişdən oradan siz materiallar götürə bilirsiniz. Yəni bu tip daha çox nə yaxşı, bax bu istiqamətləri söyləyirsiniz ki, yeni başlayanlar bilsinlər. Çox rahatdır. Ümumiyyətlə belə deyək də, məsələn siz evdə özünüz öyrənmək istəyirsinizsə, iki tip öyrənmə var deyərdim mən belə başdan cümləni açsaq. Bir evdə özünüz öyrənirsiniz. Bir də akademiya olsun, universitet olsun, bu lazımdır. Bu niyə lazımdır götürsək? İki formada lazımdır. Bir ola bilsin, məlumatın içində itib batsan belə kobud desək. Məsələn, bu dəqiqə məlumat dəhşət çoxdur. Tək olanda. Bəli, X bir şey öyrənmək istəmə, sıfırdan məsələn maliyyə sahəsinə lap başlamaq istəyirəm. Burada en qədər məlumat var və onun içində itib batmaq istəmirəm. Bunun üçün kursa getmək istəyirəm. Bir də ola bilsin, bundan da çox qarşılaşıram. Mən artıq 6 il təlim keçirəm. Nəzarət istəyir. Disiplin yoxdur. Yəni istəyir ki, saat 12-də olsa Natiq yazsın, soruşsun ki, ev tapşırığını yazdınmı? Məsələn, 5 dənə məsələ versən, 6-cını qəti işləməz. O 5-ini gərək onun üstünə nəzarət etsin və bu da var. Bu da bir səmimi bir şeydir ki, mən gəlirəm, mənə nəzarət edən adam lazımdır. Ümumiyyətlə məncə kursa biri gəlirsə və ya universitet olsa, onun nəzarət olunmalıdır, yoxsa niyə gəlir? Tələb etməlidir. Bəli. Evdə özünüz öyrənmək istəyirsinizsə də mən 3 platforma
5 ildə artıq işlədirəm, hələ də onları tövsiyə edirəm. YouTube-dur, pulsuzdur. İstənilən halda orada materiallar var. Və onu da necə fərqləndirmək olar? Baxış sayı çoxdursa, bəyənisi çoxdursa, bu demək ki, artıq yaxşıdır da. Zaten yüksəkə çıxır. 2 Coursera-dır, çox rəsmidir, universitetlərdə, onların hamısının materialları var, PDF-ləri var. 3 Udemy-dir. Udemy-dəki biraz daha praktikdir. Məsələn, siz Coursera-dan istənilən bir sahəni, nə sahəsi olursun, riyaziyyat olsun, nə olursun, öyrənsinizsə, çox nəzər detallarını öyrənsiniz. Ola bilsin, işdə sizə lazım olmaya bilər, amma tam izah eləyirlər də. Ona əvvəldən artıq istiqaməti biləndə təbii ki, elm mərkəzi. Amma Udemy-dən sizə öyrənəndə o praktiki gedir. Udemy-də çox da maraqlı deyil ki, bunun dərinliyində nə yatır. Maraqlıdır ki, bu işi tətbiq eləyək, öyrənək. Aha. İndi mən başa düşdüm ki, Atlas Akademiyada müraciət edənlərə şərait yaradırsınız bu sahəni öyrənməyə. Amma bir də məsələn, sırf akademiyada təhsil almaq istəyir, amma məsələn onlayn təhsil almaq istəyir. Mümkündürmü? Məsələn, sizin kimi müəllimlər məsələn təlim keçirlər. Edirsinizmi o təlimləri? Mən özüm məsələn belə deyək də YouTube-dan baxanda əslində nə baxmış olsunuz, onlayn baxmış olsunuz. Bu pandemiyadan əvvəl çox oturuşmamışdı. Pandemiyadan sonra bu məcburi oturuşdurmalı oldu. Yəni bütün əslində ölkə olaraq. Yəni necə düşünürsüz? Bu eyni olur dərs məsələn. Orada sizin məsuliyyətinizə qalır. Məsələn bizim istənilən dərsimizə siz əyani də onlayn qoşulmaq mümkün olur. Yəni şərait elə qurulur ki, orada əyani onlaynın bir fərqi olmur. Yeganə fərqi olur ki, biri kameradan görür təlimçini, biri üz-üzə görür. Amma orada məsələn söhbət nədən gedir? Artıq yenə şəxsin özünə qalır. Məsələn, siz tələbə olaraq mənim qarşımda oturursunuzsa, mən rahat buna nəzarət eləyə bilirəm. Amma siz desəz mən evdəyəm, kameranı aça bilmirəm, mikrofonu aça bilmirəm, buna mən müdaxilə şansım qalmır. Uzağa bir dəfə deyərəm ki, zəhmət olmasa aç. Siz desəniz ki, aça bilmirəm, uyğun yerdə deyiləm, bitdi. Ona cavab verə bilmərəm. Amma yeganə fərq burada yaranır. Yəni, yoxsa məsələn bizdə rayonlardan, digər şəhərlərdən qoşulan tələbələr var. Yəni siz onlara deyə bilməzsiniz ki, gəl Bakıda yaşa, kirayə ev götür. Ondan sonra onlayn qoşulur və çox yaxşı nəticə göstərə bilirlər. Əsas məsələ sizin o motivasiyanız, yəni istəyiniz varmı yoxsa yox. Yəni başda dediyim o frekanslarımız sizə düşür yoxsa yox. Aha, aydındır. Günay xanım, yəqin ki, razılaşarsınız. Yavaş-yavaş elə bil ki, peşələrimizi süni intellekt əlimizdən alır. Necə düşünürsüz? Bu bir balaca sizi narahat eləyirmi? Məsələn, mühasibatlığı da məsələn gələcəkdə süni intellekt əvəz edə bilərmi? Narahat edir əlbəttə ki. Və bu elementarını prosta bu chat GPT dedikdə də nə sual verirsən onu cavablandırır. Və maliyyə gələndə əlbəttə ki hesablamanı hesablaya bilər süni intellekt. Amma yenə də insan beyni kimi onu hesablayıb və icra edə bilməyəcək. Nəinki hesab, ümumiyyətlə sığorta ilə bağlı əlbəttə ki, həmçinin sığorta. Bəli, risk istiqamətində ola bilsin hansısa bir bu süni intellekt inkişaf eləsin, hansısa maneələr yaratsın, daha çox belə deyək, canlı şəxslərin işini görmək üçün. Amma mən düşünürəm ki, sığortada xeyir, çünki sığortanın xidmətləri var, onu satış etmək lazımdır. Okey, onlayn satış etmək olar, amma canlı onu heç vaxt sata bilməyəcək. Biz də insanlar canlıyıq və əgər mən hansısa bir əlavəniz olanda deyin, narahat olmayın. Əgər mən hansısa bir xidməti satmaq istəyirəmsə, mən onu onlayn sata bilməyəcəm. Və sadəcə bir nümunə gətirəcəm. Mən özüm həmçinin görüşlər keçirəndə bəziləri deyir ki, gəlin onlayn görüş keçirdək. Mən ona üstünlük vermirəm. Çünki bu o belə deyək də elektriki belə almır həmin şəxs. Və həmçinin də süni intellekt necə mənim xidmətimi sata biləcək? Harda əlbəttə ki, satışda biz süni intellektdən güvənə bilməzsiniz. Əlbəttə ki, həm güvənmirik, həm daha üstünlük belə deyək. Aha, yaxşı. İndi qayıdırıq assosiasiyanıza, hansı ki dediniz ki, dövlət qurumları ilə daha çox əməkdaşlıq edirsiniz, amma bir assosiasiya olaraq, məsələn, üzvlük sistemi sizdə mövcuddurmu məsələn? Bəli, assosiasiya olaraq bizim üzvlük sistemimiz var və bu korporativ üzvlükdür. Bu əlbəttə ki, şirkətlərdir. Daha holdinqlardır, böyük qurumlardır. Və həmçinin də bizim fərdi üzvlüyümüz var. Fərdi üzvlüyə hansılar daxildir? Bu sadə üzvlükdür. Sadə üzvlük sırf ARPA-da sertifikasiya imtahanı vermək üçündür. Şəxslər qeydiyyatdan keçirlər, ondan sonra sadə üzv olurlar. Bu ödənişsizdir bir də, çünki bunlar artıq sertifikasiyaya görə ödəniş edirlər. Daha sonra bizdə peşəkar mühasib qeyd etdiyimiz, öncə də qeyd etmişdim, peşəkar mühasiblər üçün üzvlükdür. Və həmçinin də risk peşəkarları üçün üzvlük və sonda da tələbələr üçün üzvlük. Bu sizlərin də tələbələrinə maraqlı gələ bilər. Tələbələr üçün üzvlük bizdə ödənişsizdir.
Sual hərdən mənə sual verirlər Nə ki, kimi imtiyazlar ola bilər? aha, imtiyazlarımız əlbəttə ki, seminarlardır arpanın keçirdikləri. Bu təlimlərdir, bu forumlardır, bu dövlət qurumları ilə görüşlər keçirilir. Seminar dedikdə bəlkə düşünərsiniz ki, seminar da hamı keçirdir də. Bəli, hər kəs bir seminar keçirdir, fərqli mövzularda və istiqamətlərdə. Amma əgər tələbələri desək, sizin və tələbələr əlbəttə ki, onlar üçün bu ödənişsiz olacaq. Bunlar gələcəklər, inkişaf edəcəklər, yeni bir məlumatlar alacaqlar bu seminarlarda. Təlimlər də həmçinin. Forumlar isə dedikdə bizdə beynəlxalq forumlar olur, beynəlxalq qonaqlar olur forumlarda. Bu da həmçinin üzvlərimiz üçün bir imtiyazlardır və qeyd etdiyim dövlət qurumları ilə görüşmək. Görüş dedikdə bizim arpanın 3 istiqamət fəaliyyəti istiqamətində həmçinin də komitələri var. Misal üçün bizim üzvlərimiz bizə müraciət edirlər ki, biz bu mövzuda bu qeyd etdiyimiz quruma müraciət etmək istəyirik. Bu müraciətləri üzvlərimizdən yığırıq, toplayırıq və dövlət qurumunda hansısa bir ilk öncə komitələrimizdə, daha sonra həmin o görüşü biz dövlət qurumları ilə keçiririk. Bu imtiyazlardan biridir. Təkcə dövlət qurumları ilə yoxsa məsələn qeyri-hökumət Yox, qeyri-hökumət təşkilatları da həmçinin və misal üçün hansısa bir şirkətlərlə bizim misal üçün bizim üzvlərimiz var, hansılar ki vakansiya axtarırlar və ya hansısa bir belə deyək dost bir şirkətdir, korporativ üzvümüz deyil. Bizə müraciət eləyirlər ki, biz bu vakansiyada misal üçün ya sığortaçı, ya risk menecment, ya mühasib biz axtarışındayıq. Biz həmin o məlumatları əldə edirik və bizim üzvlük sistemimiz var. Üzvlük sisteminə e-mail vasitəsilə biz bu həmin xəbərləri paylaşırıq. Aha, deyə bilərsiniz əslində elektron adresiniz necə gedir? Ofis @şarəsi arpa.org.org. Aha, bax belə. Və bu sayda siz məlumatlarınızı, öz şəxsi məlumatlarınızı qeyd etməklə bir növ CV xarakterli, yəni məlumatları qeyd etməklə müraciət eləyə bilərsiniz. Proqramın sonuna yaxında deyərsiniz bir neçə dəfə. Aha, qayıdırıq sizə Natiq bəy. Yəni IT sahəsi ilə bağlı məlumat əldə etdik, amma süni intellektlə bağlı Günay xanım söylədi. Ümumiyyətlə hansısa bir peşələrə belə deyək də süni intellekt hansısa bir peşələri gətirə bilərmi? Ümumiyyətlə o suala belə başdan qayıtsaq, süni intellekt işimizi əlimizdən alırmı və ya bizi işsiz qoyurmu, bizi əvəz eləyirmi? Bu çox aktual mövzulardan biridir. Yəqin ki, birincisidir. İstənilən halda bir dövr dəyişəndə orada bəzi ixtisaslar belə kobud desək kənarda qalır və bəzi yeni ixtisaslar yaranır. Məsələn, başda dediyim bir dövr hamımız gedirdik, kredit götürmək üçün müraciət edirdik və orada en qədər əməkdaş var idi. Nə olurdu? Onlar sənədləri yığırdılar, ora göndərdilər, X bir yerə göndərdilər. Onlar heç bir işsiz qalmadılar. Ya o modelin istifadəsini öyrəndilər, ya da başqa yerdə daha məhsullar istifadə olunmağa başladılar şirkət tərəfindən. Məsələn, bu gün call centerlər var. Siz zəng edirsiniz. Bu kargo şirkəti ola bilər, bir telekom şirkəti ola bilər, bank ola bilər. Zəng etdiyiniz zaman səs yazılır. Bu bir təhlükəsizlik tərəfdən, bir də keyfiyyətə nəzarət lazımdır burada. Məsələn, bir 5 dəqiqə sizlə danışdıq, nə oldu? Ona kimsə qulaq asır, vətəndaşın şikayəti bu idi, biz həll edə bilmədik. Bu çox əslində primitiv bir işdir. Yəni burada boş-boşuna vaxt itirməkdir kobud desək. Bu gün süni intellektlər var, hətta onun üzərində birinin üzərində biz alasda çalışırıq. Nə olmalıdır? Bir süni intellekt modeli olmalıdır. O səsə qulaq asmalıdır, dəyərləndirməli ki, 10 dəqiqə danışıldı. Xülasə çıxmalıdır orada. Mən niyə 10 dəqiqə qulaq asım ki? Xülasə nədir? Şikayəti var idi, şikayətin məğzi bu idi və həll edə bilmədik və həll elədik. Vətəndaş narazı idi. Razılıq qaldımı, qalmadımı və biz ona necə cavab verə bilirik? Tonu qalxdımı, düşdümü? Yəni bunu 3 növ analiz etmək olar da. Nəzarət edə bilirsinizmi? Nə mənada? Ümumiyyətlə bunun işinə, gedişatına. Bəli, məsələn, modelin özü hazır 70%. Çünki söylədiniz həm təhlükəsizlik baxımından olsun, fərq etmir. Yəni insanları ən çox bu maraqlandırır deyə. Təhlükəsizlik baxımından olsa səs yazılır, təhlükəsizlik baxımından zaten qalmalıdır. Amma əsas məsələ ona sonradan bir insan qulaq asır. Məsələn, mən qulaq asıramsa, dəyərləndirmək üçün bir əməkdaş kimi də 10 dəqiqə ona qulaq asın, 5 dəqiqə, 13 dəqiqə. Bunu bu artıq bir yerdən sonra kobud desə başına ata da bilərəm işi. Çox çətin bir işdir əslində, sadə görünsə belə. Model bunu dəyərləndirir, nəticə çıxardır. Və yaxud da məsələn siz işə başlayanda insan resursları üzərində çox sadə sənəd işləri var. Hər dəfə eyni şeylər olur. Onu oradan gətir, bura ver, bunun hamısını modelləşdirmək olar. Və yaxud da məsələn media reklamlar yerləşdirirsiniz. Onun hamısını modelləşdirmək olar. Məsələn bir vaxtı bu telefon satan yerlər və s. onun hamısı reklam
xeyli vaxt ayırırdılar. İndi Metanın özü dəqiqləşdir. Natiq telefon axtarışı veribdi. Deməli telefon axtarır. Buna həqiqi telefon ekranı çıxardıq. Bitdi və sadə işdir. Niyə bunun üçün kimsə bu qədər vaxt ayırmalıdır? Niyə bu qədər yəni bir növ insanların işini rahatlaşdırmaq Əlbəttə, baxımından, yəni bu daha çox fəaliyyət göstərir. Əlbəttə. Aydındır. Regionlarla bağlı ümumiyyətlə bu bilirsiniz ki, biraz çətin olur bəzən gəlməyə akademiyaya belə. Düşünürsünüz məsələn onlayn şəkildə təhsillərini ala bilirlərmi? Ümumiyyətlə onlayn təhsil bizdə var. Yəni məsələn bizdə hətta Amerikadan biri qoşulanlar var. Azərbaycanlılar. Niyə orada səbəb olur? Bir istənilən halda dil məsələsi var, bir də maddi məsələsi həmin olsaq. Siz Amerikadan bir kurs götürdüyünüzdə bu bir neçə min dollardan söhbət gedir. Xaricdə yəni yaşaya yararlanır. Bəli. Alas akademiyanın imkanlarından. Götürdük. Bir neçə tələbəmiz var. Məsələn, aktual, aktiv bizim hazırda Amerikada yaşayır. Məsələn, ona niyə ödəniş eləsin ki, bir çox götürsək? Onlayn qoşulur, həm öz dilindədir, həm də daha ucuz başa gəlir bir səmimi olsaq və o kursu götürür. Yəni heç bir sıxıntı da olmur. Regionlar üçün də belədir. Məsələn, bizə digər rayonlardan, kəndlərdən qoşulanlar da olur. Sahəsini dəyişmək istəyir, həqiqətən öyrənmək istəyir və bəzən sırf məlumat almaq istəyənlər də olur. Yəni mən heç bilmirəm. Məsələn, prompt engineering. Bunun üçün bir bazaya ehtiyac yoxdur. Bunu hamı bacarmalıdır əslində. Məsələn, siz girirsiniz ChatGPT dediniz də az əvvəl. Məsələn, sual verirsiniz, sözün yeni dəyişində belə cavab dəyişir. Burada əsas məsələdir sualı düzgün vermək. Bu da öyrənmək lazımdır. Yəni bir aylıq bir təlimdir. Öyrənir ki, mən necə sualı düzgün verməliyəm. Məsələn, bu gün bizim əslində uşaqlıqdan ən böyük problemimiz məktəbdə də budur. Biz sualı düzgün qoya bilmirik deyə cavabı qarşıdan düzgün ala bilmirik. Süni intellekt elədir. Siz sualı düzgün vermişsə, cavabı düzgün ala bilməzsiniz. Məsələn, mən sual yazıram ki, Azərbaycanda vəziyyət necədir? Bu çox ümumi sualdır. Sən buna doğru cavab ala bilməzsən. Havanı mı soruşsan, təhsili mi soruşsan, bu açdıqca cavabı doğru alsan. Buna da biz deyirik prompt engineering. Süni intellekt konkretliyi xoşlayır. Əlbəttə ki, dəqiq cavab almaq istəyirsə, nə sual istəyirsənsə, nə cavab istəyirsənsə, sualı düzgün qoymalısan. Adi məsələn siz eyni cümləni yazın, bir dənə sözün yerini dəyişin, cavab dəyişir. Bəli. Maraqlı sahədə ümumiyyətlə. Baxın, təkcə tələbələrlə bağlı, həm də məktəblilərə də müəyyən bir planlarınız varmı, layihələriniz varmı? Bizim məktəblərlə bağlı bir ümumiyyətlə scratch təlimimiz var. Çünki akademiya deyəndə insanlar düşünə bilər ki, sırf orada məktəbi bitirib tələbə olmaq üçün lazımdır. Amma təbii ki, bu belə deyil. Məktəblilər üçün də xüsusi layihələr desək, bir scratch təlimimiz var sırf məktəblilər üçün, hansı ki, məsələn, dərin kod yazmadan, belə çox izah eləyim də, texnik tərəfi tərəfə qoysaq, dərin kod yazmadan, məsələn, siz AI öyrənməyə başlayanda burada dərin biraz kod yazmaq lazım olur bir yerdən sonra. Bu da məktəbli üçün bir onun qəbul imtahanı var. Ora hazırlaşmalıdır. Ona görə çox o çətinliyin içinə girmək hələ hazır deyil. Yəni səmimi olsaq, valideyn istəsə belə bu tərəfini izah etmək lazım olur. Amma scratch təlimləri həm uşaqlara maraqlı öyrədə bilirsən, vizual bir şeylər göstərə bilirsən, orada cihazlar göstərə bilirsən, həm də kod yazmaq daha sadədir və həm motivasiya yaranır, həm də artıq qərar verir ki, məsələn mən universitet ixtisas seçəndə mən IT ilə bağlı bir şey seçə bilərəm. Amma ümumi bu cür məsələn təhsilin özündə də biz süni intellektdən istifadə edirik. Məsələn, hətta mən tələbələrə də həmişə deyirəm ki, birinci sualı mənə verməyin. ChatGPT-dən soruşun, oradan cavab çıxmasa, nə istədiyiniz cavab ala bilməsə, onu da mənə. Ümumiyyətlə o əlavəniz var idi. Buyurun. Siz deyirsiniz tələbələrə deyirsiniz ki, ChatGPT-yə birinci sual versin. Düşünmürsüz ki, bu tələbələri düşünmürsüz ki, bu tələbələri tənbəlliyə yönəldir. Çünki məncə bəlkə düşünərsiniz ki, mən süni intellektə qarşıyam və ya ChatGPT-yə xeyr. Mən sadəcə insanların özünün inkişaf etməyinin tərəfdarıyam. Maraqlı sualdır. Ona görə məncə birinci sizə sual versinlər, sonra ChatGPT-yə. Onda belə danışaq da. Məsələn, o sualı mənə verdi, mən cavab verdim, yenə tənbəllik oldu, öz araşdırmış olmadı. Cavabı mən vermiş oldum. Və ya araşdır. Burada necə olmalıdır? Söhbət məsələn nədən gedir? ChatGPT-yə o birbaşa onsuz cavab ala bilmir. Məsələn, siz ChatGPT-ni səviyyədə düşünməyin, belə səmimi olsa tanrı səviyyəsində deyil. Ora bir sual verdiniz, primitiv suala cavab verir. Amma bir yerdən sonra atar məsələn şərq fəlsəfəsinə bağlı sual verin, ilişəcək. İlişmənin səbəbi nədir? Məsələn, mən hissi gördüm, sabah yolda görsəm tanımaya bilərəm. Çünki bir dəfə qış paltarında, bir dəfə yay paltarında görməliyəm, beyin neyronları öyrənməlidir. Süni intellekt də belə öyrənir. Məlumatlar ötürülməlidir, öyrənməlidir, onun az məlumat ötürülübdür. O primitiv bir sualı zaten əvvəldə internetdən araşdırırdı. Amma əsas məsələ nədir? Birinci olaraq o asana qaçmaq nədir? Burada asana qaçmaq GPT-yə yazmaq deyil əslində, natiqə yazmaqdır. Çünki mənə yazan kimi düz cavab alır. Amma GPT yazanda oradan bir cavab çıxır, cavabı yoxlayır ki, ümumiyyətlə işinə yaramadı. Buna bir də baxmalıdır və belə o istədiyi cavabı almaq istəyir. Bir də bir şeyin cavabı sadə varsa, yəni
o niyə o vaxt itirsin ki, o daha məhsulda istifadə edə bilər o vaxt, daha çətin bir sualı həll etmək üçün. Çünki onsuz da o istənilən məsələn belə deyək də, ChatGPT bütün suallara cavab versə və çətinlərdə də cavablandıra bütün suallara bilir. cavab versə məndə ehtiyac qalmaz. Deməli hər problemi həll edə bilmədiyi üçün Sadə məndə niyə lazımdır. soruşsun? Əsas onu yəqin ki, maraqlandıran çətin suallar olur ki, ona görə qaranlıq qalır və Bəli, müraciət orada da edir. o fərdi yanaşır ona. Məsələn, mən ümumi bir cavab verirəm, deyirəm ki, bu 15 tələbəyə eyni cavab verirəm. Çünki 15-də fərqli yanaşa bilməzsən, universitet, məktəb, kurs bunun üçün uyğun deyil. Fərdi dərs deyil də bu. Amma onu artıq yaddaşda məlumatları saxlayır, yəni onun bir historisi var da. Dünənki sualların da cavabı yadındadır. O bilir artıq natiq necə düşünür. Ona uyğun yönləndirici bir cavab verə bilir ki, o başa düşsün o cavabı. Doğru. Əlaqə nömrənizi bir daha deyə bilərsiniz. Necə əlaqə saxlasınlar? 051 383 2244. Aha, Günay xanım sizlə də sayt vasitəsilə Bəli, əlaqə sayt saxlanılacaq. Deyə bilərsiniz saytın adını? www.arpa.org.az və həmçinin sosial şəbəkələrdən Arpanın və Facebook və Instagram və həmçinin LinkedIn. Və sonda bizim dinləyicilərimizə, Sağlam Radionun dinləyicilərinə, Sağlam Təhsil proqramı dinləyicilərinə, pedaqoqlara, müəllimlərə, tələbələrə xüsusi deyəcəkləriniz varsa, layihələriniz barəsində ola bilər, yeni layihələr məsələn var, anonsunu edə bilərsiniz, deyə bilərsiniz. Buyurun. Təşəkkür eləyirəm. Sonuncu sualımız olduğundan mən əlbəttə ki, təşəkkürümü bildirmək istəyirəm Sağlam Radioya və əlbəttə ki, hər kəs üçün inkişaf etməyi diləyirəm və özlərində işləməyi diləyirəm. Biz bugün ARPA haqqında danışdıq, mühasibatlıq, sığorta, risk, süni intellektlə bağlı danışdıq və bu nə deməkdir? Biz Azərbaycan vətəndaşı olaraq vətəndaşlarımızı hər zaman inkişafa yönəltməliyik. Fərq etmir hansı istiqamətdə olursa olsun, inkişaf eləsinlər, dövlətimizi qürurlandırsınlar hər zaman və hər zaman yeni layihələrdə, təlimlərdə, seminarlarda iştirak etsinlər. Bu iştirak etməklə, hansısa bir məbləği xərcləməklə o özünə o ödənişi eləyir və öz təhsillərinə yatırırlar, inkişaflarına yatırırlar. İnkişaflarına yatırırlar və həmçinin də bu onların gələcəyi üçündür. O hər bir şəxsin istər ev xanımı olsun, istər bəy, xanım və ya tələbə olsun, inkişaf etmək onun özü üçündür ilk öncə və gələcəkdə isə dövlətimiz üçündür. Bəli. Çox təşəkkür eləyirəm sizə maraqlı söhbət üçün. Təşəkkürlər. Çox sağ olun. Natiq bəy, siz nə əlavə edərdiniz? Başa dediyim kimi, əgər özləri öyrənmək istəyirlərsə, platformanın adını çəkdik, oradan öyrənə bilərlər. Şəxsi suallar olduqda da işlədikləri yerdə zaten sosial şəbəkə üzərindən bizlə əlaqə saxlaya bilirlər. Yox, əgər həqiqətən akademiyada öyrənmək istəyirlərsə, bizdə hazırda bir bir proses var. Onlardan biri balın qədər endirimdir. TQDK balı qədər endirim veririk. Hansı ki, məsələn, sizin yüksək TQDK balınız varsa, bu kifayət qədər yaxşı fürsətdir. Bir də ilkin imtahanda yüksək nəticə göstərən müraciətçilərə orada da böyük bir endirim eləyirik ki, hansı ki, onlara fürsət yaransın. Ona görə əgər maraqlıdırlarsa, öyrənə bilərlər ki, mən zaten istənilən insana, məsələn, AI, data analitika, data science bunlar sahədir, siz sahə dəyişməlisiniz burada. Amma prompt engineeringi məncə hamı öyrənməlidir. Yəni istənilən halda bu gün də lazım olmasa, bir həftə sonra sizə belə lazım olacaqdır. Belə. Çox sağ olun. Təşəkkür Siz sağ olun, edirəm. vaxt ayırdığınız üçün çox sağ olun. Maraqlı söhbətə görə mənə elə gəlir ki, dil biliklərini də artırsalar, çünki nəticə həm də çox yaxşı olar. Qısa bir müddət ərzində istədiklərinə nail ola bilərlər. Bu barədə danışmaq üçün mən hər zaman böyük bir qürurla qeyd etmək istəyirəm ki, World Karyera Peşə Mərkəzi həm insanlara dil, həm də eyni zamanda peşə yönümlü bir şirkətdir və bu arada mayın 3-də hazırlaşırıq. Təhsildə sən 4 forumu da gəlir. Günay xanım da iştirak eləyəcək. Mən uğurlar arzulayıram məhz bu layihənin təşkilatçılarına, World Karyera Peşə Mərkəzinə. İnşallah gözəl bir gün yaşanar və ən əsas spikerlər cəlb olunacaq. Təhsil sahəsində çalışan hər bir insan dəvətlidir və əgər bir bilet təbii ki əldə etmək istəsələr, təbii ki müəllimlər, tələbələr bu zaman 055 674 72 30 WhatsApp nömrəsinə yaza bilərlər. Təkrar edirəm, 055 674 72 30 World Karyera Peşə Mərkəzi. Çox sağ olun. Bir daha gəldiyinizə görə minnətdaram və ayrılıram sizdən. Sabah maraqlı bir qonağımız olacaq studiyamızda, Sağlam Təhsildə. Maraqlı fikirlər, layihələr və təbii ki yeni fikirlər, mülahizələr və diskussiyalarla qarşınızda olacağıq. Sağ olun, salamat qalın.